Eymə sənə ol ahi damadəm nə üçündür? Eymə sənə ol ahi damadəm nə üçündür? Ayine-i dildə kədər qəm nə üçündür? Baxdım yenə bəxtim kimi bilməm nə qaraya. Baxdım yenə bəxtim kimi bilməm nə qaraya. Qurban sənə bu şive-i matəm nə üçündür? Ay aman, ay aman ey. Dünyaya gelen gitme üçündür bu ne qəmdir? Dünyaya gelen gitme üçündür bu ne qəmdir? Bir fikir elə gör bu xilqət-i aləm nə üçündür? Seyir, əgər ol şəmə sənin yanmadı könlün. Bəs pərdə-i çeşmində, ey bəs pərdə-i çeşmində olayan qəm nə üçündür? Ay aman, ay aman ey. Dilbərim, tərlanım, gel ahı balasın, dağlar balasın. Dilbərim, tərlanım, gel ahı balasın, dağlar balasın. Dilbərim, tərlanım, gel ahı balasın, dağlar balasın. Dağlar balasın, dağlar balasın, dağlar balasın. Xanəndə Royal İsgəndərov, Tarzən İmran Səbri, Kamançada Fərid Məmmədəliyev. Təşəkkür edirik. Əziz tədbir iştirakçıları, çox dəyərli müəllimlər və tələbələr. Hər birinizi Bakı Dövlət Universiteti Filologiya Fakültəsi və Azərbaycan Milli İnkişafı naminə, qısaca Amin İctimai Birliyinin əməkdaşlığı ilə baş tutan Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr edilmiş Cuşqıl adlı tədbirdə salamlayırıq. Tədbirin ərsəyə gəlməsində bizlərə şərait yaratdıqları üçün Filologiya Fakültəsinin Sosial İşlər üzrə dekan müavini Anar Fərəcovun simasında fakültə rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Diqqətinizə çatdırmaq istəyirik ki, ölkəmizdə Seyid Əzimin 190 illik yubileyi ilə bağlı ilk tədbiri Seyyid-i Ecazdəm adı altında məhz Amin İctimai Birliyi və Bakı Dövlət Universiteti Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə ilin əvvəllərində baş tutmuşdur. Bu fürsətdən istifadə edərək Bakı Dövlət Universiteti Elmi Kitabxanasının direktoru Nigar İsmailovaya da göstərdiyi diqqətə görə, təşkilati yardıma görə təşəkkürlərimizi bildiririk. 4 aprel 2025-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Seyid Əzim Şirvaninin 190 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi haqqında sərəncam imzaladı. Biz də Amin İctimai Birliyi olaraq Azərbaycanın ilk universitetinin ədəbiyyatşünaslıq sahəsinə saysız böyük mütəxəssislər bəxş etmiş möhtəşəm Filologiya Fakültəsi ilə birgə ilin sonunda bu mötəbər sərəncama yenidən qoşularaq ulu şairimizi yad etməkdən böyük şərəf duyuruq. İcazənizlə ilk çıxış üçün sözü Filologiya Fakültəsi Sosial İşlər üzrə dekan müavini Anar Fərəcova verdik. Buyurun Anar müəllim. Çox sağ olun, təşəkkür edirəm. Bəli, biz bugün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi, xadim, pedaqoq Seyid Əzim Şirvaninin 190 illik yubileyini qeyd edirik.
Bu barədə bildiyiniz kimi cənab prezidentin müvafiq sərəncamı olmuşdur və düşünürəm ki, Seyid Əzim Şirvani yaradıcılığını öyrənmək, ümumiyyətlə onun ictimai maarifçi fəaliyyətini öyrənmək hər birimiz üçün çox vacibdir. Xüsusən gənc nəsil üçün bu vacibdir ki, o missiyanı davam etdirsinlər. Təbii ki, Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatında özünə məxsus yeri olan sənətkardır. O həm klassik ədəbiyyatla məşğul olmuşdur, həm belə deyək də tənqidi mövzulara münasibət bildirmişdir, tənqidi formalı deyək ki, müxtəlif şeir nümunələrindən istifadə eləmişdir və həmçinin də maarifçilik fəaliyyəti ilə məşğul olmuşdur. Biz bilirik ki, Seyid Əzim Şirvani pedaqoq kimi dərslik yazmışdır və o dərslik, yəni belə deyək də, həmin dövrdə nadir bir tapıntı idi və Azərbaycanlı uşaqların təhsil alması üçün, onların maariflənməsi üçün bu çox vacib addım idi və yeni üsullu məktəb açmışdır. Bu da çox böyük rol oynamışdır. Və ona görə də Seyid Əzim Şirvaninin bu istiqamətdə olan fəaliyyəti də elə hesab edirəm ki, ciddi şəkildə araşdırılmalıdır və gənc nəsil bunu öyrənməlidir. Təbii ki, onun dediyimiz kimi şair kimi fəaliyyəti iki istiqamətdədir. Klassik üslubda, şərq poeziya üslubunda yazdığı əsərlər və bir də maarifçi realist ədəbi nümunələri idi ki, bu nümunələrin də hər birində Seyid Əzim Şirvani yüksək sənətkarlıq xüsusiyyətlərini göstərə bilmişdir və biz bilirik ki, Seyid Əzim Şirvani həm ərəb, fars dillərini yaxşı bilirdi və o cümlədən də onun mən bildiyim qədər farsça divanı da var Seyid Əzim Şirvaninin. Bu da onu göstərir ki, o dövrünün yəni ən böyük ədəbiyyat xadimlərindən biri kimi bu ədəbiyyata, çünki biz bilirik ki, 19-cu əsrdə istər-istəməz fars dili əvvəlki kimi o qədər dəbdə deyildi, amma buna baxmayaraq Seyid Əzim Şirvani fars dilini də mükəmməl şəkildə bilirdi və təbii ki, onun tənqidi mövzulu əsərləri, özünüz bilirsiniz ki, o əvvəl Mollaxanada təhsil almışdır və sonraki dövrlərdə artıq bir çox şeyləri görəndən sonra oradan uzaqlaşmışdı və dünyəvi təhsil məsələlərinə yer vermişdi və onun dərs vəsaitində də bu məsələlər xüsusi önəm daşıyır. Mən əslində çox istəmirəm danışmaq, çünki bizim müəllimlərimiz Seyid Əzim Şirvanini yüksək səviyyədə tədris edirlər, həm Mətin müəllim, həm Sevinç xanım və hesab edirəm ki, tələbələrimiz bu prosesi, yəni mən onlara həm də bir mühazirə kimi düşünürəm ki, bu gün təqdim edəcəklər və tələbələrimiz daha da dərindən öyrənəcəklər. Bu işdə bizə dəstək olan Amin İctimai Birliyinə də təşəkkür edirəm, çünki Amin İctimai Birliyi klassik ədəbiyyatın öyrənilməsi və həmçinin təbliği işində böyük işlər görürlər. İndiki dövrdə bilirsiniz ki, bu məsələ biraz kənardadır sanki, amma Amin İctimai Birliyinin üzvləri həmişə çalışırlar ki, bu kimi sənətkarlara, yəni təbii ki, onlar həmişə müasirdirlər, amma tələbələrin bilirik ki, bəzən meyilli olmur bunların yaradıcılığı ilə məşğul olmağa, amma ən azı onların içində bəzilərini seçirlər, sanki o tələbələr cəlb olunurlar və o irsi təbliğ edirlər. Mən onlara təşəkkür edirəm. Bugünkü tədbirin də təşkilində böyük kömək göstəriblər. Muğam ifaçılarını çağırıblar. Onlara təşəkkür edirəm. Nigar xanım, sizə xüsusi təşəkkür edirəm ki, bizim fakültənin və Amin İctimai Birliyinin tədbiri olmasına baxmayaraq, işinizin çoxluğuna baxmayaraq gəlirsiniz, iştirak edirsiniz. Bu iki səbəblə bağlıdır. Sizin həm də ədəbiyyata olan xüsusi marağınız, sevginizdir və təbii ki, fakültəmizə və Amin İctimai Birliyinizə olan münasibətdir. Belə, çox sağ olun. İnanıram ki, çox maraqlı bir tədbir alınacaq. Təşəkkür edirəm. Çıxış üçün Anar müəllimə təşəkkür edirik. Fərhad mənəm kim, belə şirin süxənim var. Bir ariz-i gülcün, ləbi şəkər, şikənim var. İndi isə icazənizlə Seyid Əzim Şirvani irsindən bir qəzəli bizlərə səsləndirməsi üçün Amin İctimai Birliyinin fəal üzvü, Bakı Dövlət Universiteti Filologiya Fakültəsi məzunu Səyahət Məhərrəmovanı dəvət edirik. Olmasaydı qəmi eşqin dili viranımda, saxlamazdım onu bu izzət ilə yanımda. O qara xalı mənə versələ qanun içərəm, nə üçün ariz olub ariz-i cananımda.
Tutanı müshəb-i rüxsarıvı ol kafər xət, görünür, gör nə xələllər mənim imanımda. Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya Rəbb. Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya Rəbb. Bu nə rəftarıdır o sərv-i xuramanında. Düşəni xubilərin könlümə fikri Seyyid, 50 Yusif tapılır külbə-i əhsanında. 50 Yusif tapılır külbə-i əhsanında. Hədisi hüsnü məhəbbətdir dərsimiz ki bizim, Cəmal-ı yardan özgə kitabımız yoxdur. Bakı Dövlət Universiteti Elmi Kitabxanasının direktoru Nigar xanım İsmailova, çıxışınızı dinləməkdən məmnunam. Xoş gördük hamını. Bir daha bu cür tədbirin təşkili üçün Filologiya Fakültəsinin rəhbərliyinə və Amin İctimai Birliyinin rəhbərliyinə təşəkkür edirəm ki, bu cür ədəbi bədii gecələrin təşkil olunması mən düşünürəm ki, tələbələr üçün mütləq bir şəkildə hansısa bir formada bir iz qoyur. Məhdi müəllimi Sevinç xanımın Seyid Əzim irsini ədəbiyyatına tədris edənlərin qarşısında Seyid Əzim irsi haqqında nələrsə demək istəmirəm. Qısa məlumat çatdırmaq istəyirəm. Bakı Dövlət Universiteti ilə Azərbaycanın Milli İnkişafı naminə İctimai Birliyinin əməkdaşlığı nəticəsində, sayəsində artıq bu silsilə şəklində davam edən bir neçə tədbirdir. Amin İctimai Birliyi ilə bizim ilk tədbirimiz 2024-cü ildə olmuşdur. Füzulinin Rindu Şeyda adlı ədəbi bədii gecə olmuşdu. Elə bizim gənclərimizin çoxu da mənə oradan elə tanışdı və çox gözəl qarşılanmışdı. Bizim ikinci tədbirimiz isə bu ilin mart ayında, səhv etmirəmsə, martın 17-sində olmuşdu. Seyid Əzim Şirvaninin 190 ili ilə bağlı tədbir idi və bu tədbir də çox gözəl qarşılandı və sağ olsun Məcid, mən bir nüansı da deyim, Məcid yalnız Azərbaycan Milli İnkişafı naminə İctimai Birliyin rəhbəri deyil, eyni zamanda Bakı Dövlət Universitetində Elmi Kitabxananın bizim ən yaxşı əməkdaşlarımızdan biridir. Məhz ona görə də bizim ilk tədbirlərimiz kitabxana ilə birgə təşkil olundu və çox sevindirici haldır ki, artıq Məcid və onun İctimai Birliyi kitabxananın çərçivəsindən kənara çıxaraq artıq fakültələrlə əməkdaşlıq etməyə başlayır. Yenə deyirəm, bu məni həm kitabxananın rəhbəri kimi sevindirir, həm də ədəbiyyat sevərlərə bu cür töhfələrin verilməsi baxımından çox sevindirici haldır. Bizim tədbir, mən düşünürəm ki, universitetdə ilk tədbir idi, hətta bəlkə də respublikada ilk tədbir idi. Çünki hətta ölkə səviyyəsində qərar verilməmişdən öncə artıq biz bu sağ olsun Məcidin təklifi və təkidi ilə biz ilk onu keçirdik və o tədbirdə ədəbin irsinin öyrənilməsi ilə bərabər Amin İctimai Birliyinin gəncləri tərəfindən onun biz şeirlərinə dinlədik, qulaq asdıq, ona yazılmış nəzirələrə qulaq asdıq və mən əminəm ki, bugünkü tədbir onu da üstələyib daha yadda qalan olacaqdır. Amma mən kitabxana rəhbəri olaraq sizə bəzi nüansları, çox güman ki, gənclərimiz bunu bilmir, onu çatdırmaq istəyirəm ki, Elmi Kitabxananın arxivində şairin Kiril və Latın qrafikasında, əlifbasında müxtəlif illərdə nəşrləri, həyat və yaradıcılığından bəhs edən çoxlu əsərlər var. Bir neçəsini qeyd etmək istəyirəm. Şairin 1967-ci ildə, 1969-cu ildə və 1974-cü illərdə nəfis 3 cildliyi indi də məlum mövzu üzrə tədqiqat aparan oxucularımızın əsas istinad mənbəsi hesab olunur. Eyni zamanda Elmi Kitabxananın bilirsiniz ki, Azərbaycanşünaslıq və Şərq fondu var. Yəni bu bizim kitabxananın ən qədim fondudur və bu fondda şairin 4 daş basma üsulu ilə çap kitabı mövcuddur ki, bu da tarixlik baxımından çox qiymətlidir. Bizim fondumuzda Hicri qəməri təqvimi ilə 1309-cu ildə nəşr edilmiş Külliyyat, yəni Türkçə divanı, həmçinin 1313-cü ildə Təbrizdə çap olunmuş Təmsilat məcmuəsi qorunur bizim kitabxanada. Doğrudur, bu sonuncu adını çəkdiyim 2 kitab, 2 əsər sırf
bizim belə deyək də qiymətli nəşrlərimiz fonduna daxildir deyə bizim oxucalımızda istənilən zaman onlardan bəhrələnə bilərsiniz. Qısa formada demək istəyirəm ki, nə yaxşı ki, bizim gənclərimizin ədəbiyyata sevgisi, məhəbbəti belədir. Mən hər tədbirdə onların bu sevgisinə, marağına bir daha həsəd aparıram və uğurlar arzu eləyirəm. Həm Filologiya fakültəsinə, həm Amin İctimai Birliyinə, həm də öz kitabxanamıza ki, bu cür tədbirlərin davamı çox olsun. Anar müəllim, sizin xoş sözlərinizə görə, eyni zamanda qızımızın çıxışında dediyi xoş sözlərə görə təşəkkür edirəm və uğurlar arzu eləyirəm. Çox sağ olun. Dəstəyiniz bizim üçün qiymətlidir. Təşəkkür edirik. İndi isə Bakı Dövlət Universiteti Filologiya Fakültəsi üzrə fəlsəfə doktoru, Azərbaycan Ədəbiyyatı Tarixi Kafedrasının dosenti Məti Osmanoğlunu məruzə üçün dəvət edirik. Hörmətli Nigar xanım, əziz həmkarlar, əziz tələbələr. Biz bugün çox həqiqətən də əlamətdar bir tədbirə toplaşmışıq. Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyini təntənəli şəkildə qeyd edirik. Məsələ buradadır ki, mənim Seyid Əzim Şirvaninin yubileyini hər il keçirmək, hər il qeyd eləmək mənim bir növ vəzifə borcumdur. Çünki biz 19-cu əsr Azərbaycan ədəbiyyatı tarixini tədris edərkən 19-cu əsr Azərbaycan ədəbiyyatını Seyid Əzimsiz təsəvvür eləmək mümkün deyil. Seyid Əzim sadəcə bir şair deyil, sadəcə bir söz ustadı deyil. Seyid Əzim Şirvani Azərbaycan tarixini yaradan böyük şəxsiyyətlərdən biridir. Və tarix yaratmaq da şairə, fikir adamla, mütəfəkkir şəxsiyyətlərə heç də həmişə belə ancaq şan şöhrət gətirmir. Seyid Əzim Şirvani o şan şöhrətin bədəlini öz həyatıyla ödəmişdir. Yəni Seyid Əzim Şirvani öz fikirlərinə görə, öz düşüncələrinə görə zamanının mühafizəkar adamları tərəfindən qətl edilmişdir. Özü də məsciddə qətl edilmişdir. Ən müqəddəs yerdə qətl edilmişdir. Və Seyid Əzim Şirvanidən söz düşəndə 19-cu əsrin bütün mənzərəsi adamın gözünün qarşısında canlanır. Və 1970-ci illərdə artıq Azərbaycanda mətbuat var idi. Həsən bəy Zərdabi, o da ömrünü bizim xalqımıza, bizim vətənimizə, bizim gələcəyimizə həsr eləmiş böyük şəxsiyyətdir. Əkinçi qəzetini açmışdı və Əkinçi qəzetinin müəlliflərindən biri də Seyid Əzim Şirvani idi. Ancaq Seyid Əzim Şirvanini millətin vəziyyəti, millətin başqa millətlərlə müqayisədə tutduğu tarixi mövqe heç də razı salmırdı. Əssalam, ey əhali Qafqaz, ey rəisani sahibül ezaz, əssalam, ey güruhi xeyrəsər, millətin qeyrətin çəkən kəslər. Kişidə olmasa əgər qeyrət, ondan əlbəttə yaxşıdır arvad. Dad-ı fəryad, ey güruhi izam, oldu zayi bu milləti İslam. Günü gündən zəlil-i xar olduq, möhnət-i qüssəyə düçar olduq. Bu qədər dərdi kim olur hadis, ona bir elmlik oldu bais. Bu şeiri siz orta məktəbdə də keçirsiniz. Təəssüflər olsun ki, çox vaxtı biz tələbələrimizə şeiri əzbərlədirik. Ancaq o şeirin arxasında hansı məzmun dayandığını düzgün izah eləyə bilmirik, yaxud onlar dərk eləməsinə axıra qədər biz şərait yarada bilmirik. 19-cu əsr Azərbaycan tarixinin çox böyük qırılma dövrüydü. 19-cu əsrin lap əvvəllərindən Rusiya imperiyası Azərbaycanı zəbt eləməyə başlamışdı və Rusiya imperiyası buranı zəbt eləyəndə çox böyük məkirli bir siyasətlə gəlmişdi bura. Ən böyük məkirli siyasət də Azərbaycanın mənəvi varlığını yer üzündən silmək idi. Buna mədəni silinmə siyasəti deyirlər. Və bunun ən bariz göstəricisi də Azərbaycan xalqının adının
etiraf olunmaması. Yəni bizi Tatar adlandırdılar. Tatar adlandırmağın arxasındakı məkirli siyasət də o idi ki, bu xalq 13-cü əsrdən sonra bura istilaçı kimi gəlir. Və erməni şeyi yaratdılar burada ki, Rusiya imperiyası tərəfindən 1828-ci ildə Ermənistan vilayəti deyilən, erməni vilayəti deyilən bir dövlət qurumu yaratdılar. Yəni olmayan bir yerdən tarix yaratdılar və ermənilərin beyninə yeritməyə çalışırdılar ki, Xəzərdən Qara dənizə qədər, dənizdən dənizə qədər burası sizin vətəninizdir. Gürcülər üçün Gruzinskaya quberniya deyilən Gürcü dövlət vahidi yaratdılar. Və müsəlmanlar üçün də deyirdilər ki, biz bura nəyə görə gəlmişik? Rusiya özünün gəldiyini nə ilə əsaslandırırdı? Deyirdilər ki, biz öz xristiyan qardaşlarımızı xilas eləməyə gəlmişik. Və bu Rusiyanın bütün rəsmi sənədlərində yazılıb. Çox təəssüflər olsun ki, indiyə qədər biz öz tariximizi də, ədəbiyyatımızı da, ədəbiyyat tariximizi də siyasiləşdirmişik. Yəni, həm Çar dövründə, həm Sovet hakimiyyəti dövründə tarixi çılpaqlığınla biz gənclərimizə düzgün öyrətməmişik. Və həmin qırılmanın içində ən qırılan talilərdən biri də Seyid Əzim Şirvaninin taliyi olmuşdur. Seyid Əzim Şirvani Dağıstanda böyümüşdü, anası rəhmətə gedəndən sonra və Dağıstan onda müharibənin ən qaynar yeri idi. Rusiya imperiyasına qarşı Dağıstan xalqları müharibə aparırdılar və bu müharibə təxminən 50 il sürdü, yarım əsr sürdü. Və Seyid Əzim Şirvani bu müharibənin içində bir şəxsiyyət kimi yetişdi, dünyanı dərk elədi. Və o da maraqlıdır ki, indi Avropa mənbələrindən oxuduğumuz kimi o Qafqazda, Dağıstanda 50 il davam edən müharibənin ideya mərkəzi, ideologiya mərkəzi Azərbaycan olub, Şirvan olub, Şirvan torpağı. Kürdəmirli Hacı İsmail Əfəndi Şirvani deyilən böyük bir filosof Dağıstanda gedən azadlıq mübarizəsinə rəhbərlik edirdi və Seyid Əzim Şirvaninin də bu mühitdə bir şəxsiyyət kimi yetişməyi onun gələcəkdə Azərbaycan tarixinin içində böyük bir mövqe tutmağınla nəticələndi. Və Seyid Əzim Şirvani, yəni hər şairin bir təyinatı var. Seyid Əzim Şirvaninin təyinatı da divan ədəbiyyatı yaratmaq idi. Yəni onun biz baxsaq, mən bayaq sizə Əkinçi qəzetində çap olunmuş Qafqaz müsəlmanlarına xitab adında demək gənclərə tanıtdığımız bu şeir maarifçi şeirlərindən biridir. Rəbiül Ətfal dərsliyinin adını çəkdi Anar müəllim. Rəbiül Ətfal dərsliyinin dili də Cəfər-ey Nuri Didey Seyid Qönçey növrəsi dey Seyid. Yəni o qədər dilə uyan şeirlər də deyil. Seyid Əzim Şirvani anadan bir divan şairi kimi, Füzuli ənənələrinin davamçısı kimi doğulmuş. Ancaq tarix onun boynuna artıq yeni vəzifələr qoyur. Və bu milləti, indi milləti oyatmaq, milləti maarifləndirmək vəzifəsidir. Və təsadüfi deyil ki, prezidentin sərəncamında da Seyid Əzim Şirvani həm klassik ədəbiyyatımızın, divan ədəbiyyatımızın böyük nümunələrini yaratdığı qeyd olunur, həm də bir maarifçi kimi onun tariximizdəki yeri qeyd olunmaqdadır. Və Seyid Əzim Şirvaninin bədii yaradıcılığında da biz millətimizin tarixi kimi o qırılmaları, bu ziddiyyətləri çox aydın görməkdəyik. Və ən maraqlı hadisə də Əkinçi qəzeti şairlərin qarşısına məqsəd qoyurdu. Həsən bəy Zərdabinin məktubu var və mən tələbələrimə o məktubu oxumuşam. O məktubun mətnini Həsən bəy Zərdabinin öz dilindən, yəni o bizim nəğmələrimiz məqaləsində deyir ki, mən o vaxtı şairlərə müraciət elədim ki, bu gülü bülbülü tərifləməkdən, yəni divan ədəbiyyatı yazmaqdan artıq əl çəkmək lazımdır və milləti birləşdirən əsərlər yaratmaq lazımdır. Və milləti necə birləşdirmək olar? Mirzə Fətəli Axundzadə bu suala cavab axtarırdı. O deyirdi ki, indi artıq o da Sədinin, Gülüstanının, Bustanının adını çəkirdi. Artıq o qəzəl ədəbiyyatının vaxtı keçib deyirdi. Və indiki dövrün həm oxucuların zövqü üçün, həm də millətin işinə yaramaq baxımından ən faydalı əsəri
dram, bir də roman ola bilər, nəsr ola bilər. Həsən bəy Zərdabi isə, yəni bizim millətin hələ o roman oxumaq təcrübəsi olmadığına görə deyir ki, biz necə qonşularımız ermənilər öz aşıqlarını, öz tarixlərinə dair şeirlər yazıb, məhlə-məhlə gəzdirib milləti oyadırlarsa, biz də, bizim şairlərimiz də aşıqlarımız üçün şeirlər yazmalıdırlar və milləti o cür məclislərdə oyatmalıyıq, milləti birləşdirməliyik. Çünki Həsən bəy Zərdabi o Əkinçi qəzetinin ilk nömrələrinin birində zindəganlıq müharibəsi sözünü bir cümlənin içində, zindəganlıq davası sözünü bir cümlənin içində 3 dəfə işlədi. Yəni ölüm-dirim davası. Artıq Azərbaycan xalqının tarix səhnəsində, xüsusən də o millətlər rəqabəti başlamışdı 19-cu əsrin sonlarında. Azərbaycan xalqının tarix səhnəsində qalmağı üçün bizim onda dövlətimiz yox idi. Mütəfəkkirlər şeiri, ədəbiyyatı çox kəsərli bir vasitə hesab edirdilər. Və Həsən bəy Zərdabi öz dostu, öz ürək sirdaşı Seyid Əzim Şirvani də tənqid eləyirdi ki, o düzdür deyir, elmsizlikdən, ondan sonra millətin savadlanma zərurətindən şeirlər yazdı, ancaq bu milləti birləşdirmək, millətin tarixi dərdlərini ortaya qoymaq baxımından Məlik-ü-Şüara Seyid Əzim Şirvani də bir şeylər yaza bilmədi. Və mən də çalışacağım biraz müxtəsər danışam. Və 19-cu əsrdə həm bir tərəfdən demək, bizdə o milləti birləşdirmək naminə kütləvi şeirlər, kütləvi ədəbiyyat yaratmaq tələb olunurdu. Digər tərəfdən də xüsusən Şamaxıda, bir də Qarabağda ədəbi məclislər daha çox divan ədəbiyyatının və muğam musiqisinin üzərində qurulurdu ki, bu da tarixin ziddiyyətlərindən biri idi. Və xaricdən gələnlər, Yumanın, məsələn, siz əsərinə baxsanız, yaxud Friedrich von Bodenstedtin əsərinə baxsanız, Şamaxı deyəndə bir də yada düşən Mahmud Ağanın məclisləri idi. Yaxud Beyt Səfa ədəbi məclisi dediyimiz ədəbi məclisi idi və orada da Avropa üçün şərq eksotikası, şərq saray ənənələri artıq demək ədəbi məclislərdə yaşadılırdı. Xüsusən də o Bayader deyirdilər, o köhnə Azərbaycancası bunun çəngidir. Və Əzizə xanım Cəfərzadənin Aləmdə Səsim Var romanını oxuyanlarınız varsa, mənim nə haqda danışdığımı çox yaxşı başa düşəcəksiniz. Və Avropalıları daha çox çəngilər maraqlandırırdı. Və Seyid Əzim Şirvaninin də bədii yaradıcılığının divan qolu o çəngi məclislərindən bağlı idi. Və ancaq bu da çox vacib idi. Çünki tarixə millət artıq tarixdə özünü sübut eləyəndə, çünki 19-cu əsrin birinci yarısında Azərbaycan dilində millət sözü yoxdur. Heç bir şairimizin dilində millət sözü yoxdur. 19-cu əsrin ikinci yarısında isə millətdən yazmayan şair yoxdur. Və millətdən demək olar ki, məsələn, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin, digər mütəfəkkirlərimizin yaradıcılığı ancaq millətə, millətin taleyinə həsr olunur. Və buradakı sir nədir? Çünki 19-cu əsrin birinci yarısında hələ tarixin səhnəsində millət özü yox idi. Bu millət toplumun müəyyən bir ictimai formasıdır ki, Avropada onu kapitalist münasibətləri yaratmışdı. Kapitalist münasibətləri həm də sənaye inqilabını yaratmışdı. Azərbaycanda biraz bu proses tərsinə gedir. Birinci sənaye inqilabı. Çünki neft, o vaxt neft sənayesi Azərbaycandan qidalanırdı. Və sənaye inqilabı milləti yaratdı. Yəni birinci milli burjuaziya yarandı, kapital münasibətləri yarandı və millətin maraqları ortaya gələndən sonra millətin maraqlarını təmin edəcək təsisatlar yarandı. Və bundan biri milli mətbuat idi, milli teatr idi və o cümlədən ədəbi məclislər də milli təsisatlar idi. Ancaq ədəbi məclislər o milləti birləşdirməkdən daha çox millətin dəyərlərini, vaxtilə məsələn, niyə Şamaxıda çox güclüydü bu divan ədəbiyyatına maraq? Ya o qədim saray rəqslərinə maraq? Çünki Şamaxıda saray olmuşdu. Yəni, Qazaq elə bir saray həyatını yaşamamışdı. Və Şəkidə tutaq ki, o sarayın tarixi nisbətən cavan idi. Şirvanşahlar böyük bir dövlət olmuşdu, böyük dövlətçilik ənənələri var idi. Və Qarabağın özündə də baxmayaraq ki,
böyük dövlətçilik ənənələri var idi. Bu dövlətçilik ənənələrindən qalan mirası tarixin belə deyək, qaranlığına atmaq mümkün deyildi və onu tarixin arxivində heç olmasa qoruyub saxlamaq lazım idi və bu baxımdan Seyid Əzim Şirvaninin də Azərbaycan mədəniyyətində çox böyük xidmətləri oldu. Çox başınızı ağrıtmaq istəmirəm, ancaq burada bu misra istər-istəməz bizim hamımızın beynimizdə Cuşi qıl, ey ki bilirsən özünü vaqifi kar, agah ol, gör ki nədir, nale-i ney, nəğme-i tar, nədir ol xüşk olan çubidə bu nale-i zar, ki sədasından onun qarət olur səbri qərar, açma sən pərdəni, hər pərdədə var min əsrar. Əslində bu Cuşi qıl çağırışı 600 il əvvəldən gəlirdi. Bu eyni ilə Cəlaləddin Ruminin 6 ciltlik Məsnəvi əsərinin birinci çağırışıdır ki, o da çağırırdı ki, gör neyin dərdi nədir? Niyə şikayət edir? Və məlum olurdu ki, artıq o təsəvvüf fəlsəfəsinin pərdə-pərdə Cəlaləddin Rumi pərdə-pərdə təsəvvüf fəlsəfəsinin o 6 ciltlik kitabda içinə aparırdı bizi. Və onu deyim ki, o kitabı mən 40 yaşımda oxumuşam və inandırıram sizi, o kitabı oxuyub qutaran adam ayrı adam olur. Yəni, o bütün insanın içini, bütün düşüncə tərzini, bütün gerçəkliyə münasibətini, əbədi dəyərlərə münasibətini dəyişir. Və Seyid Əzim Şirvani 600 il əvvəl qaldırılmış o sualın şairi kimi daha güclüydü, daha böyüydü. Ancaq zaman onun tələbəsi Mirzə Ələkbər Sabir dediyi kimi dindirir əsr bizi, dinməyəriz. Zaman artıq başqa suallar qoymuşdu ədəbiyyat qarşısına və o suallara da Seyid Əzim Şirvaninin tələbələrindən olan Mirzə Ələkbər Sabir ən yaxşı cavablardan birini verən oldu. Və biraz sizin səbrinizlə sui-istifadə eləmək istəmirəm. İcazə versəniz Seyid Əzim Şirvaninin bir qəzəlini də buradan səsləndirib yerimə keçərəm. Çünki başqa müəllimlərimizlə çıxış eləyəcək. Musiqiçi qardaşlarımıza deyəsən gözləyirlər. Xəlqin imanını gər, məkr ilə şeytan aparır. O pəri-cöhrə nədəndir ki, bəs iman aparır? Ey kaman qaşlı, məni yaraladı, qəmzən oxu. Ey kaman qaşlı, məni yarələdi, qəmzən oxu. Zülfünü bas yarama, qoyma, məni qan aparır. Dil çəkər canı səri kuyinə zip etmək üçün. Sanki Həccac Mina dağına qurban aparır. Deyir ki, ürək canı sənin yanına, sənin o səri kuy deyəndə sənin ətrafına qurban kəsmək üçün aparır. Sanki haca gedən adam Mina dağına özünlə qurban aparır. Zahid ol zülfüdə rüxsarını gördükdə dedi, bu hindu beçədir, məktəbə Quran aparır. Geyməyə kimsə ki meydan məhəbbətdə kəfən, onu məşuq əzəl məhşərə üryan aparır. Çəkməyin seyyid la məzhəbi meyxanə sarı, kafəri Kəbə ara hansı müsəlman aparır. Yəni bu şeirin, bu qəzəlin açılışı üçün də bizə ayrıca bir dərs lazımdır. Sağ olun, təşəkkür edirəm. Dürdü-mey tavardır, biz dərdi aləm çəkmərik. Dövləti piri muğannan, möhnəti ғəm çəkmərik. İbtilai fəqrdən yüz zövq-ü ləzzət görmüşük. Biz bu aləmdə səfanı şahidən kəm çəkmərik. Amin İctimai Birliyinin dəyərli üzvü, şair, tədqiqatçı, Bakı Dövlət Universiteti İqtisadiyyat Fakültəsi məzunu İmran Beytidən Seyid Əzim Şirvaniyə yazdığı nəzirəni səsləndirməsini xahiş edirəm.
O pəri çöhrə gözümdən uzağa ta getdi. O pəri çöhrə gözümdən uzağa ta getdi. Dəli könlümdə olan səbr şəkiba getdi. Ey könül, nalə ucalt göylərə canın çıxsın. Səni bu yerdə edib tərk Məsiha getdi. Bağlamışdı telini boynumuza ol tərsa. Boynumuzdan açılıb heyf-i çəlipa getdi. İtirib başda olan nəşəsini məclisimiz. Saqi kəsdi əyaq əldən meyi səhba getdi. Xam tək xeyli xəta eylədin ey ovcu könül. Səndən ol ahu edib axırı pərva getdi. Həsrətin yarəsi könlümdə dəvasız qaldı. Çox təbibin arasında yola dəva getdi. Ayrılıq dərdi günəş tək doğub ey beyti bugün. Ayrılıq dərdi günəş tək doğub ey beyti bugün. Qoydu ol ayı bizim mənzili tənha getdi. Qoydu ol ayı bizim mənzili tənha getdi. Çox sağ olun. Hicridən rəngim saraldı. Şükrü kim sərraf-ı eşq, indi tanır bu zəri kamil əyarımdan məni. Bakı Dövlət Universiteti Filologiya Fakültəsi 3-cü kurs tələbəsi, Amin İctimai Birliyinin üzvü, gənc şair, tədqiqatçı Məcid dövrüdən Seyid Əzim Şirvaniyə yazdığı nəzirəni səsləndirməsini xahiş edirəm. Sağ olun, əziz tədbir iştirakçıları. Seyid Əzim Şirvaninin əgərçi həşridə peyda o sərv-i qamət olur. Fəzai məhşər ara özgə bir qiyamət olur. Mətləsi ilə başlayan qəzəlinə yazdığım nəzirəni səsləndirəcəm. Nə kim dilərsə o gül yüzlüdən o saat olur. Fəqət xəyal-i rüxi bir mənə qəbahət olur. Xəyal-i ruyidən ötürü qiyam edən qəlbi ovutmağa üzünü göstərir, qiyamət olur. O hüsnü təxtinə hərçənd Yusif olsa da şəh, de özgə kimdə gülüm səndəki məlahət olur. Şərabın nəhi bilən anlamaz nədir iman. Dadan mey ləbini üçün dönür, hidayət olur. Ay üzlü məyri qaşın çək, xətərdir eşqimizə. Qəmər göründüsə əqrəbdə bir müsibət olur. Gözüm fəna gözüdür, tinətim vəfasızdır. Gözüm önündə görünməz o sərv-i qamət olur. Bu surəti mənə tək verdi dövri nəqqaşım. Bu mövcudatıda kimdə bu nəqş-i surət olur. Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Azərbaycan Ədəbiyyatı Tarixi Kafedrasının dosenti Sevinç xanım Qocayevaya xüsusi dəvətimizi qəbul etdiyi üçün Amin İctimai Birliyi adından minnətdarlığımızı bildirir. Çıxış üçün söz ona veririk. Hər vaxtınız xeyir olsun. Mən də təşəkkür edirəm Amin İctimai Birliyinə. Həmişə yada salırsınız və xüsusən Anar müəllim, çünki Anar müəllim çox təkid elədi. Sadəcə olaraq mən düşünürdüm ki, Mətin müəllim bu sahənin mütəxəssisidir, yəni 19-cu əsri tədris edən bizim dəyərli ziyalımızdır və Azərbaycan Ədəbiyyatı Tarixi Kafedrasının mərhum dosenti Bəxtiyar Məmmədzadə ruhu şad olsun, Seyid Əzim Şirvani irsinə dərindən yanaşmışdı, çox gözəl tədqiqatları var idi və Seyid Əzim Şirvani özü də elə bir şəxsiyyətdir ki, nəyə görə 19-cu əsr Azərbaycan maarifçiliyinin qütb ulduzu. Mən çıxışı belə adlandırdım. Qütb ulduzunun mənaları var. Yəni ümumiyyətlə qütb sözünün mənaları var. Təsəvvüfdə, yəni təsəvvüf lüğətində kamil insan deməkdir. Qütb eyni zamanda bir mərkəzi bildirir. Qütb eyni zamanda istiqaməti, səmti göstərən bir işıqdır, ulduzdur. Və Seyid Əzim Şirvaninin şəxsiyyətinə nəzər salanda maarifçilik nöqteyi nəzərindən biz görürük ki, o ilk maarifçilər, yəni Bakıxanov, Vazi, İsmail Qutqaşınlı və onun davamçısı olan maarifçilər arasında həqiqətən bir mərkəzdə dayanıbdır, bir mərkəzdədir.
Və eləcə də 19-cu əsr Azərbaycan ədəbiyyatının həmişə mərkəzində Seyid Əzim Şirvanini mən təsəvvür etmişəm. Çünki o həm də divan ədəbiyyatının son ləyaqətli nümayəndəsidir, son böyük nümayəndəsidir və divan şeirini çox böyük uğurla davam etdirmişdi. Nəyə görə dedim səmt göstərirdi? Çünki onun maarifçi şeirlərinə baxanda daha çox görürük ki, gənclərə müraciət eləyir, yeniyetmələrə müraciət eləyir və sanki o cahil qaranlıq mühitə bir işıq salmağa çalışır. Bundan başqa qeyd elədiyim kimi kamil insan, özü insan kamil olmalı idi ki, belə möhtəşəm əsərlər yaza bilsin, məktəb açsın, millətin, xalqın gələcəyini düşünsün. Yəni Seyid Əzim kimi insanlar bəşəriyyətin şairidir, cəmiyyətin şairidir və əlbəttə ki, öz xalqının şairidir. Çünki o xalqının mənsub olduğu bədii təfəkkürü özündə daşıyır. Seyid Əzim Şirvani çox çətin bir dövrdə yaşadı. O elə bir dövrdə yaşadı ki, Rusiya imperiyası Azərbaycanı işğal etmişdi və belə bir dövrdə əlbəttə ki, bir söz ustadı üçün yazmaq çox çətin idi. Ancaq onun cəsarəti məni heyrətləndirdi. Yəni onun satiralarına diqqət yetirəndə qorxmur, çəkinmir. Pristavları, onların köməkçilərini, kazakları tənqid eləyir. Obyektiv olaraq öz düzgün fikirlərini çatdırır və ölkədə cəhalətin daha da artmasında bunun çox böyük rolunun olduğunu bildirir. Seyid Əzim elə bir dövrdə yaşayır ki, artıq hətta əsl bəylər kənarda qalıbdı. Burada bəy olmayanlar özlərini bəy elan edibdi, hətta onların adlarını da çəkir və elə bir dövrdür ki, insanlara ədalətlə yanaşılmır və burada xüsusən də çarizmin məmurları bəylərlə, həmin bu qondarma bəylərlə birləşərək xalqı talan eləyirlər. Bu isə Seyid Əzim Şirvanini çox sarsıdırdı, qəzəbləndirirdi. Seyid Əzim Şirvanini Mətin müəllim də qeyd elədi. Bəli, başa düşürdü ki, elə bir dövrdür ki, artıq qəzəl dövrü deyil. Ancaq o klassik qəzəli yeni dövrə uyğun bir şəkildə davam etdirir. Yəni, diqqəti o cəlb elədi ki, Mətin müəllim də şeiri deyəndə, deməli, satiralarında meydən danışır, saqidən danışır. Hətta düşünürsən ki, saqinamə ənənəsini davam elətdirir. Ancaq onu müasir dövrə uyğunlaşdırır. Eləcə də qəzəllərində biz yenə müasir dövrə uyğunluğu görürük və burada realizm hökm sürür satiralarında olduğu kimi. Füzulinin, Nizaminin, Sahibin böyük davamçısıdır. Eləcə də dövrün hədəfə vuranıdır Sahib kimi. Seyid Əzim Şirvaninin şeirlərində, xüsusən gənclər burada əyləşibdir, o niyə məktəb açdı, o niyə dərslik yazdı? Bunun səbəbi o idi ki, bilirdi ki, millətin gələcəyi təhsildədir, millətin gələcəyi mütaliədədir və o Nəcəfə getdi, Seyid Əzim Bağdadda oldu. Bağdadda olarkən o dünyəvi elmləri öyrəndi və məhz Bağdaddan qayıtdıqdan sonra artıq düşünür ki, bir məktəb yaratsın, dərslik yazsın. Hətta sonra Tacül kitab onun, bilirsiniz ki, çox qiymətli əsəridir və bugün Türk xalqlarının birliyi günündə mən onu da xüsusi qeyd etmək istərdim ki, Seyid Əzim Şirvaninin təzkirəsi var və burada 270 türk soylu görkəmli şəxsiyyət haqqında deməli məlumat verir ki, o məlumatların əksəriyyəti başqa kitablarda yoxdur. İlk dəfə biz bu məlumatları əldə edirik. Sərdabiyə olan ehtiramı bir məqamda diqqəti cəlb edir. Əkinçi qəzeti ilə bağlı yazanda hətta orada bir arzusu var, deyir bu qəzet vəfat etməsin. Nəyə görə bu sözü deyir? Bilirdi ki, qəzet bağlanmayacaq, qəzet öz dəyərini, mükəmməlliyini, səviyyəsini heç vaxt aşağı salmayacaq. Seyid Əzim Şirvani tutduğu yolla əqidəsinə sədaqətlə millətinə xidmət edəcək. Vəfat etməsin deyəndə o qara qüvvələr tərəfindən qəzetin bağlanmasını, ləğv edilməsini nəzərdə tuturdu və bu baxımdan da biz görürük ki, Seyid Əzim heç bir ifadəni, heç bir sözü təsadüfən yaradıcılığında işlətməyibdi. Sizin tədbirin çox gözəl bir adı var, Güşqıl. Mətin müəllim bir parça dedi həmin qəzəldən və mən onu qeyd eləmək istəyirəm ki, tar bizim qədim musiqi alətimizdir və ifa olunarkən də siz, yəni çox gözəl deməli tədbir ümumiyyətlə təşkil olunubdur, məkan da çox gözəldir.
İstər-istəməz tara diqqət eləyərkən onun quruluşuna diqqət elədik. Hardasa bir sonsuzluq işarəsini xatırlatdı mənə. Yəni bizim tara olan sevgimiz və tarı heç zaman unutmayacaq. O bizim milli bir adətimizdir. Füzuli yada düşdü. Füzuli də 7 cam əsərini neylə başlayır? Ancaq 3-cü söhbət tarlandı, cəngləndir. Və Füzuli nə arzuluyur? Tarın sevinç ifadə etməsini, tarın səsində sevincin, fərəhin duyulmasını. Bu da ondan irəli gəlir ki, tar elə bir musiqi alətidir ki, həqiqətən o müəyyən məqamlarda, bunu indi musiqiçilər daha yaxşı bilirlər, cuşa gəlir və bu baxımdan da hətta bizim muğamlarımız özü də, yəni biz təsəvvüf ədəbiyyatından da bəhs eləyərkən muğam fəlsəfəsi kitabı yazılıbdır bizim filoloq alimlər tərəfindən. Muğamın özünün də, yəni göyə yüksəlməsi, o 7 mərhələ bu təsəvvüfdə də var, sufilikdə də var və Seyid Əzimin məhz niyə tar? Bu Seyid Əzimin arzusuydu, milli dəyərləri qorumaq, milli dəyərlərə sadiq olmaq, sahib çıxmaq. Çünki elə bir dövr idi ki, Sələfi Vidadi kimi o da Azərbaycanın taleyi üçün narahat idi, bizim milli mənəvi dəyərlər üçün çox narahat idi, soyumuza bağlılıq və s. bu məsələlərə Seyid Əzim şeirlərində toxunurdu. Onun mənzum hekayələri, təmsilləri, qəzəlləri, yəni hansı mövzuda yazırsa yazsın, insanları işığa aparmağa çağırırdı, işığa doğru səsləyirdi. Qütb ulduzu deyərkən bunu da nəzərdə tuturdum. Mən bəzən Tariq ulduzunu da qütb ulduzu kimi təqdim edirlər. Venera ulduzu, Zöhrə ulduzu adları ilə. Yəni Quranın 86-cı surəsi də Tariq surəsi adlanır. Burada da Tariq ulduzu qaranlıqdan güclü olan bir ulduz mənasındadır. Və Seyid Əzimin işığı onu düzdür, qətlə yetirdilər. Ancaq o işığın qarşısını ala bilmədilər. Həqiqətən də qaranlığa qalib gəldi və neçə əsrdir ki, bizə kamilliyi təbliğ edir. Seyid Əzimi nə düşündürürdü? Seyid Əzimi o düşündürürdü ki, gənclər təhsilə meyilli olsunlar. Hətta bir hekayəsi var, bildirilir ki, ata əziyyət çəkir. Bütün pulunu övladının təhsilinə qoyubdu. Ona hətta xaricdə yaxşı təhsil veribdi və övlad qayıdıb gəlibdi. Ata ondan hansı sənətin sahibi olduğunu soruşur, nəyi yaxşı bildiyini soruşur. Övladı isə ona elə cavablar verir ki, sonda ata başa düşür. Ata başa düşür ki, onun övladı heç bir sənətə yələnməyib və onun bütün əziyyəti hədər gedibdi. Və atanı narahat edən o pul deyildi. Yəni maddi durum məsələ deyildi. Atanı narahat eləyən axı övladını gələcək üçün, xalqı üçün yetişdirmək istəmişdi. Və sonradan Anamın kitabı əsərində biz yenə bu motivə yaxın bir ideyanın verildiyini görə bilirik. Bir qədər bilirəm, indi hardasa müəyyən qədər yorula bilərsiniz. Bir mənzum hekayəsi də var, hətta bir qədər deməli, necə deyim, gülüş də yaradır. Bir şagird məktəbli müəlliminin ölümünü arzulayır. Nəyə görə? Deyir, müəllim ölsün, mənim canım qutarsın, gedin bağı, bağçanı gəzin. Belə də yazıbdı Seyid Əzim və müəllim bunu eşidir. Müəllim bunu eşidir, onu çağırır, deyir ki, bu müəllim gedər, başqa müəllim gələrsən. Ən yaxşısı budur ki, sən o qarğışı atana elə, yetim olarsan, səni oxudan olmaz. Yəni Seyid Əzim Şirvani xəlqilik onun yaradıcılığında. Bax, maarifçi şeirlərində də biz bunu çox deməli, gözəl görə bilirik. Mən yenə də divan ədəbiyyatı qarşısında xidmətləri böyükdür. Dedim, divan şeirinin son böyük nümayəndəsidir. Düzdür, 20-ci əsrdə Əlağa Vahidin də adını biz qeyd edirik. Ancaq poetik cəhətdən, şərq poetik həm janrları baxımından, poetika baxımından, yəni qəzəl yazdı, rübai yazdı, müstəzad yazdı, müxəmməs yazdı, bir çox janrlarda yazdı, yaratdı. Sələflərdən təsirləndi, ancaq onları təkrarlamadı və mənə çox maraqlı gələn bir beyti var idi onun. Dün döndüm başına, söylədi, pərvanədir bu. Misrası ilə başlayan qəzəldə bir beyt var. Orada xal və saç məsələsinə toxunur. Təsəvvüf ədəbiyyatı ilə tanış olanlar bilirlər, söhbət nədən gedir burada. Nəsimi yazmışdı. Nəsimi, deməli, burada hansı xaldan gedir? Onu da qeyd edeyim ki, Xaqani Şirvaninin böyük xələfi hesab eləyə bilərik biz Seyid Əzim Şirvanini. Çünki xələfi də öz dövrünün böyük sənətkarı idi, qəsidədə çox böyük üstünlük qazanmışdı və Xaqani Şirvani
buğdadan bəhs eləyərkən deyir ki, Adəm buğda ucbatından cənnətdən qovuldu. Mən buğdaya görə, bir tikə çörəyə görə cəhənnəmə düşdüm, saraya düşdüm. Bunu nəzərdə tuturdu və Məhdi müəllim də qeyd elədi o saray ənənəsi Şamaxıda. Daha sonra hətta Nizami də yazır ki, söz candır və sən insanlara bax ki, ürək meyvəsini, yəni canı pula satırlar. Ona görə də sonraki ədəbiyyatlarda da Nəsimi, Xətai elə bir şair yoxdur ki, xalq saç, zülf zahiri işarələrini öz yaradıcılığında müəyyən bir mənada əks etdirməsin. Nəyə görə toxundum? Xalq təsəvvüfdə vəhdəti ifadə eləyir, ancaq Nizami Xaqani yaradıcılığında buğda dənəsi, yəni Adəmin tamah saldığı və öz nəfsinə qurban olduğu həmin o buğda dənəsindən gedir söhbət. Seyid Əzim Şirvani də xalı buğdaya bənzədir. Seyid Əzimdən öncə Nəsimidə var ki, qam-u bəlada buğda kimi buğdayam yenə. Ondan sonra Xətai yazır. Xətai yazır ki, ey Xətai, zülfünün zəncirinə qeyd etmə deyil, zülfüdür damı onun, həm xalıdır danə mənə. Və həmin o fikirləri Seyid Əzim tamamilə özünə məxsus bir şərhdə deməli qeyd elədiyim, dün döndüm başına, söylədi, pərvanədir bu. Misrası ilə başlayan qəzəlin həmin beytində çox gözəl əks etdirir eyni fikri ki, yəni məna belədir ki, əgər xala yaxınlaşsan, saçların tələsinə düşəcəksən, necə ki, Adəm buğda dənəsinə tamah saldı və özünü bu fəsadlı dünyada buldu. Burada əsas nəfsani istəklərdən gedir söhbət və əlbəttə ki, deməli, nəfs özü də həm ruhla bağlıdır, həm cisimlə bağlıdır, onu ancaq tərbiyələndirmək mümkündür və hansı nəfsdən gedirdi bu söhbət? Əlbəttə, elmlərə can atmaqdan və s. getmirdi, bizim tədbir etmədiyimiz nəfsani arzulardan gedirdi. Ona görə də Seyid Əzim zülfünün həlqəsində siyahi xalını gör, ey dil və həmin o misradan sonra, yəni xala yaxınlaşan saçların tələsinə düşmüş olacaqdır. Nəsimidən və Xətaidə bizim rast gəldiyimiz fikri çox aydın yığcam şəkildə bir misrada qeyd eləyir. Birisi damı bəladır, yəni Nəsimidə olduğu fikri. Birisi, yəni xaldan gedir söhbət, danədir bu. Və hər iki, yəni öz sələflərində olan fikirləri birləşdirərək hətta bir beytdə təqdim eləmək bacarığı ondan xəbər verir ki, Seyid Əzim Şirvani sələflərin yaradıcılığına yaxından bələd olmuşdu və onların yaradıcılığını müasir tərzdə bizə təqdim etməyi bacarmışdı. Biz Seyid Əzimə bugün həm də ona görə minnətdar olmalıyıq ki, bəlkə də Seyid Əzim Şirvaninin məktəbi olmasaydı Sabir yetişməzdi. Seyid Əzim Şirvani məktəbinin davamçılarından, onun ən yaxşı yetirmələrindən Sultan Məcid Qənizadənin adı ilə yanaşı biz birinci Sabirin adını çəkirik. Çünki Mirzə Ələkbər Sabir də Seyid Əzim Şirvani kimi Füzuli ədəbi məktəbindən də bəhrələndi və eləcə də Seyid Əzim ədəbi məktəbindən də. Və əlbəttə ki, Seyid Əzim haqqında biz nə deyə bilərik? Son olaraq onu deyə bilərik ki, əgər Şah İsmayıl Xətai, Nəsimi və Vaqif arasında bir körpü rolunu necə deyim, ifa edirdisə, Seyid Əzim Şirvani, Füzuli və Sabir arasında sanki bir körpüdür. Mən bir daha bu tədbirin ərsəyə gəlməsində əziyyəti olan hər birinizə, bizim musiqiçilər, tələbələrimiz də əyləşibdir burada, Nigar xanım xüsusilə sizə də təşəkkür eləyirəm və ümid eləyirəm ki, Seyid Əzim Şirvani yaradıcılığı həmişə tədqiqatçıların da diqqət mərkəzində olacaq. Çünki Seyid Əzim Şirvani yaradıcılığında vətənpərvərlik var. Gənc nəslin tərbiyəsinə çox böyük diqqətlə yanaşır. Çünki əgər xalq inkişaf etməzsə, şuurlarda oyanış olmazsa, əlbəttə onda deməli güclü bir dövlət də olmaz və bunu biz hamımız həmişə yadımızda saxlamalıyıq. Bir daha təşəkkür edirəm diqqətiniz üçün. Üzrlü bilin, mən biraz çox danışdım. Seyid Əzim haqqında yəni saatlarla danışmaq olar. Minnətdaram. Təşəkkür edirik. İstərsən əgər ey dili şeyda, fərəh olsun, iç dilbər ilə sağər səhva,
fərəh olsun. Sərbəstə müəmmadır sorol qönçə dəhanı. Şayət ki açılsın bu müəmma, fərəh olsun. Seyid Əzim Şirvani irsindən bir müxəmməsi qiraət etməsi üçün Amin İctimai Birliyinin üzvü, bəstəkar, şair Fərid Salahov. Mən də öz növbəmdə hər kəsi salamlayıram. Bu gözəl tədbirin ərsəyə gəlməsində əlindən gələni əsirgəməyən hər kəsə təşəkkür edirəm. Bayaq müəllim ilk beşliyini səsləndirdi. Həmin müxəmməsi inşallah davam edəcək. Cuş qıl ey ki bilirsən özüvi vaqifi kar. Agah ol gör ki nədir nalə-i ney, nəğmə-i tar. Nədir olxuş ki olan çubidə bu nalə-i zar, ki sədasından onun qarət olur səbr-i qərar. Açma sən pərdəni, hər pərdədə var 100 əsrar. Qoymaz ol tarı müğənni niyə ağuşindən, düşməz ol xanə bərəndazlərin duşindən. Huş ilə güş edə hər kimsə gedər huşindən. Pəmbəyi qəfləti sən çək dəxi can guşindən, ta ki əsrar-ı nihanə olasan bərxurdar. Ləhni Davudu ilə könlümü qıl xürrəmsən, ərş-i baminə gözüm nəğməni tut sülləmsən. Olma qaləhli qıl əmdən özüvi əbkəmsən, kəsb elə elm-ü ədəb feyzin əgər adəmsən, fəhm qıl gör ki nədir musiqi musiqar. Tut bərabər dəm-i İsa'ya müğənni dəmini, qılıb ehya özüvi seyr elə ruh aləmini. Zir-i qəm olma eşit nəğmə-i zilü bəmini, çəkmə aqilsən əgər dəhri müxalif qəmini. Şura gəl nəğmə ilə çək qəmi dünyaya həsar. Musiqi məclisinin əhli gərək əhli bəsər, ta görə pərdə-i əsrardə 100 nəqş-ü süvər. Kim ki zövq əhli deyil, anı hesab eylə həcər. Ləhni Davud eləməz növ-i cəmadata əsər, məni ərbabı edər güş süxən ey huşyar. Fəhmi qıl gör ki nədir cəng-ü dəf-ü bərbət-ü ud, nədir onlarda bu ahəng-ü bu ləhnü bu sürud. Arif ol rəmz-i ey mahəsəli qeyb-ü şühud, ud hər ləhzə gəlib şura deyər ya məbud. Tar hər ləhzə gəlib vəcdə deyər ya səttar. Zahida tarıya bax məclis-i ürfandır bu, tarı əshab-ı mənahi demə böhtandır bu. Meyi gör saqiyə bax kövsər qılmandır bu, cümləsi pərtöv-ü rüxsarə-i sübhandır bu. Meydə haqq nurunu gör, səhvinə qıl istiğfar. Ey könül, məhrəm-i raz eyləmə biganələri, vermə naəhləlinə bu dolu peymanələri. Çək rümuzat ilə zülf-i süxənə şanələri, Seyyida Mehdiyə yalvar ki bu dürdanələri, eyləsin məclis-i şəhvar-ı kərim bəkdə nisar. Zülf-ü müşkini və kim nafe için söyləmişəm,
tövbə ey gözləri ahu, bu xətadan tövbə. Hər işindən eləyə tövbə yəqindir. Seyyid çəkməz əl badədən, etməz bu ədadan tövbə. Seyid Əzim Şirvaninin bir qəzəlinə yazdığı tərbiyini səsləndirməsi üçün Amin İctimai Birliyinin fəal üzvü, Bakı Dövlət Universiteti Filologiya Fakültəsi 2-ci kurs tələbəsi, şair Selcan Təvvabiyə söz verir. Fürqət-i qeysidə dünya, mən-i Leylaya qəfəs. Ki olub qeybi bir ol, sevgili valaya qəfəs. Oldu sənsiz çəmən ey gül, mən-i şeydaya qəfəs. Nə çəmən, cümlə cahandır mən-i rüsvaya qəfəs. Ömrü xətmin yazaq xar ilə gülüm fərmanə. Qanad açmış quşu güldür ki edib divanə. Aşiq azadə gərəkdir ki dönər zindanə. Bərgi güldən ola gər bülbül-i şeydaya qəfəs. Saralıb ney kimi bimar olub əfğan gecəsi. Deşibən sinəmi ağlatdı o hüzran gecəsi. Ağladı bülbül əgər mən kimi hicran gecəsi. Nə üçün dönmədi bəs mövcülü dəryaya qəfəs. Bülbülün bağrı dönüb qalına, edər nalə zəif. Saralıb rəngi, cigərsuz idi hər fəsli xərif. Əndəlibi çəmən-i güldə olan zat-ı şərif. Nə əcəbdir dəcəgər cümlə-i dünyaya qəfəs. Vəhy dürcündən edib dürləri Cibril ifşa. Yəni Təvvab nə var, ismi həq ilə ikra. Seyyida, aləmi surət əgər olsaydı fəna. Ləfzilər olmaz idi dəhridə mənaya qəfəs. Sağ ol. Seyid Əzim Şirvaniyə yazdığı təxmisi qiraət etməsi üçün Bakı Dövlət Universiteti Şərqşünaslıq Fakültəsinin 1-ci kurs tələbəsi, Amin İctimai Birliyinin üzvü Əsgər Babayeva söz verir. Sevgilim, ruhum, həyatım, iftixarımsən mənim. Şəhrə yarəm, ey nəzihim, şəhriyarımsən mənim. Dövlətim, cahım, cəvalim, iqtidarımsən mənim. Neylirəm gülzarı kim, sən gül üzarımsən mənim. Sümbülüm, sərvim, gülüm, bağım, baharımsən mənim. Dolsa da ən xali güllərlə tamamən hər çəmən. Axırı məsud olarsa bir qədər beytül həzən. Gəlsə də sərvim, gülüm, bir gündə səhrayı xütən. Dolsa aləm xubilərlə istəməm, zira ki sən xubilərdən sevdiyim ziba nigarımsan mənim. Lütf edib sevdanı həsr etdin gülüm, hüsran mənə. Hər nəyim vardırsa etmiş sən təbib ehsan mənə. Xəlq edib bəxş eylədin sən nəşə-i hicran mənə. Gah alırsan canımı, gahi verirsən can mənə. Sən məgər kim ey büt-i tənnaz, tarımsan mənim. Olsan uqba süfrəsində daimi mehman əgər. Aləmi dünyadan ayrılsam tapıb imkan əgər. Tənimi məhv etsə axır büsbütün hicran əgər. Gəlmə nəşim üstə həsrətindən, gəlmə nəşim üstə versəm həsrətindən can əgər. Qeyrilər ta olmasın, agəh ki yarımsan mənim. Min yerə könlüm bölünsün, qurbanındır birdənəm. Eşq-i pakınla əzəldən parlaram, mən rövşənəm. Dəm-bədəm qarşında alçalmaqdır adət ənənəm. Başımın tacı qubar-i məqdəmindir ey sənəm. Sən səriri izzət üzrə tacdarımsan mənim. Sən gəzən ünvanı ey gül mürğ dil bilmiş vətən. Ey pəri kuyində əsgər razıdır geysin kəfən. Səcdə eylər baş əyər qarşında bariz adətən. Seyyidi sərgəşdə tək miskin gədayəm leyk sən. Sərvərim şahım pənahım hər nəvarimsən. Çox sağ ol. Yoldaşlarına da izah edirlər, təxmis yanları. Təxmis nədir? Sən neynəmsən orada? Onu izah edirlər. Təxmis hər hansısa bir şairin qəzəlini götürüb müxəmməs şanına çevirmək. Yəni qəzəl 2 misradır, bu 5 misralı müxəmməsə çevirir və o şeirin həm qafiyə sistemini o kimi saxlayır, həm də ritmini, vəznini. Çox maraqlı iş tutmuşsan. Çox sağ ol. Sən də sağ ol.
Qönçənin bağrını əzzəldə fələk qan eylər. Sonra könlünü açıb dəhridə xəndan eylər. Seyyida, qorxma ki aləmdə Xudavənd Əhəd səni izzətlə dəri dövlətə dərban eylər. Sonda Amin İctimai Birliyinin sədri, Qırğız Akın Yazıçılar İctimai Fondunun üzvü, klassik şeirimizin hafizi, Bakı Dövlət Universiteti Elmi Kitabxanasının baş bibliografı, şair, tədqiqatçı, tərcüməçi Seyid Əsrini yekun çıxış üçün dəvət edirik. Ey huri vəş ki, əks rüxün sağərimdədir. Kofsər zülali, badı-i can pərvərimdədir. Mən də əziz müəllimləri və tələbələri, bütün Seyid sevərləri salamlayıram. Çox təşəkkür edirəm ki, Filologiya Fakültəsində şəxsən ana müəllimə ki, bu tədbiri Amin İctimai Birliyi ilə bir yerdə keçirməyə təşəbbüs göstərib. Elə bilirəm ki, yaxşı da bir tədbir alınıb. O, Seyid Əzmin bəzmi səfası kimi təqribən. Və biz bu universitetlə əməkdaşlıq yolunun başlanğıcını və bizim əziz rəhbərimiz, yəni Elmi Kitabxananın direktoru Nigar xanımla başlamışıq və keçən il Füzulinin 530 illiyini qeyd etmişdik. Bu ildə Seyid Əzmin bayaq qeyd olunduğu ilk rəsmi bu yubiley tədbirini qeyd eləmişdik. Adasa mart ayındaydı, səhv eləmirəmsə. Mən Nigar xanıma çox dərin təşəkkürümü bildirirəm ki, həmişə Azərbaycan Milli İnkişafı naminə İctimai Birliyinin bu gənc üzvlərinə mümkün qədər, yəni ədəbiyyatımızın təbliği sahəsində, dilçiliyimizin təbliği, təşviqi sahəsində böyük yer ayırıb və kitabxananı belə deyək də, həm də bir şeir məclisi keçirmək üçün bir məkana çevirib ki, həm elm ocağıdır, həm də kitabxanada bədii ədəbiyyatın inkişafı üçün bir rövnəq verib Nigar xanım. O ki, qaldı Seyid Əzimdən danışmağa. Bir günün, iki günün işidir. Seyid Əzimdən sonra bu günəcə nə qədər danışılıbsa qurtarmayacaq. Ümumiyyətlə, mən onu qeyd etmək istəyirəm ki, Seyid Əzim məhz maarifçi idi və yaxud maarifçi ilə məhz Seyid Əzim idi. Bu nə deməkdir? Maarif sözü ərəb sözüdür. Mərifətlər deməkdir. Bir insan mərifətə yetməsə, yəni söhbət təkcə elmlə də getmir. Elm kökündə olmalıdır hər bir şeyin. Əllamə, məsələn, Seyid Əzim həm də əllamə idi. İstəyir dövrünün dini elmlərini, istəyir dünyəvi elmlərini və yaxud Seyid xanım da qeyd elədi, bilirdi. Və bir insan mərifətə yetməsə, yəni bildiklərini tanımasa, öz cövhərini tanımasa, ondan maarifçi olmur. Seyid Əzim həmin mərifət əhlidir, irfan da həmin sözdəndir. Adətən bizdə ürfan deyirlər, bu yanlış deyiliş və yazılışdır, irfandır söz. Mərifət də həmin kökdəndir, ərəfədəndir. Yəni bir məşhur söz var ki, öz nəfsini tanıyan, Rəbbini tanıyan. Bu klassik ədəbiyyatın ana qayəsidir. Təsəvvüfü baxımından yanaşsaq. Yəni özünü tanıyan, onu tərbiyələndirən bir müstəsna gücü tanımaq qabiliyyətinə malik olur. Tanıdıqca o açılır onun üçün və digərlərini də tanıya bilir. Və tanımayan insanın maarif verməyi ağla sığmaz bir şeydir. Seyid Əzim tanıyan insan idi. Onun hər misrası insana öz, belə deyək də, pərdələrindən arınıb o cövhərini getmək üçün bir nurdur, işıqdır. Mən çox üzr istəyirəm, siz çıxış edeyim, əgər imkan olsa, gəlib mən... Ya, elə eşitirəm. Yox. Belə maraqlı olar, ona görə istəyirəm. Çünki maarif sözündə qarışdırma olmaz. Yəni, iki maarif anlayışı var. Bir irfan dediyimiz şərq maarifçiliyi və Sultan Vələdin Mövlananın oğlu Sultan Vələdin Maarif Risaləsi var. Və 18-ci əsrdə Osmanlıda çox populyar olan və 19-cu əsr Azərbaycana da çox böyük təsiri olmuş Ərzurumlu İbrahim Həqqi Əfəndinin Mərifətnamə Risaləsi var. Bu, belə çox ciddi bir kitabdır. Oradakı maarif anlayışından bizim 19-cu əsrdə Həsən bəy Zərdabinin dediyi maarif anlayışı, yaxud bizim Həsən bəy Zərdabiyə aid elədiyimiz maarif anlayışı, Abbasqulu xana aid elədiyimiz maarif anlayışı, bunlar fərqli anlayışlar. Və Seyid Əzim Şirvanində də
Abbasqulu Ağabakıxanov deyir, Avropalılar Abbasqulu xan kimi tanıyırdı onu. Abbasqulu xanda da bu maarif anlayışları bəzən yəni o artıq o şərq ənənədən gələn maarifçiliklə, irfan təsəvvürlərinə 19-cu əsrin sonlarındakı Həsən bəy Zərdabinin tələb elədiyi o yeni maarifçilik anlayışı, Mirzə Fətəli Axundzadənin maarifçilik anlayışı, bunlar fərqli şeylər, fərqli müstəvilərdədir. Və Seyid Əzim Şirvaninin də ən böyük, mən elə gəlir ki, Seyid Əzim Şirvaninin ədəbiyyat tariximizdəki ən böyük ziddiyyəti də o ikilikdə idi. Yəni Seyid Əzim Şirvani həm divan ədəbiyyatını təmsil edirdi, həm də müasir ədəbiyyatı istəyirdi ki, Əkinçi qəzetinin müəllifi kimi çıxış edirdi və Həsən bəy Zərdabi bəyənmirdi. Niyə? Və sonradan Sual maraqlı bir. Həsən bəy Zərdabi öz sözündən deyir. Buyurun. Onu mən desəm, biraz düşəcək. Həsən bəy Zərdabi yazırdı ki, burada çox vaxt getməsin deyə mən bu qeydlərin hamısını oxumadım sizə. Həsən bəy Zərdabi yazır ki, bu deyə sualının çox maraqlı cavabı var. Keçmişdə, bu 1906-cı ildə Həyat qəzetində nəşr edilədi, 8 yanvar tarixində, yəni Həsən bəy Zərdabi ölümündən bir il əvvəl. Və bunların ikisi də Şirvanlı olduğuna görə bir-birinə də çox yaxın oldu. Və Seyid Əzim Şirvani ilə Əkinçi qəzetində Əhsən-ül Qəvaidin də çox böyük bir qarşıdurması olmuşdu. Çünki qəzetin və Əhsən-ül Qəvaidin fikri bu idi ki, artıq o güldən, bülbüldən, qəzəldən əl çəkmək lazımdır. Millətin dərdinə yazmaq lazımdır. Və Həsən bəy Zərdabi nə yazırdı? 1906-cı ildə artıq biraz hadisələr, artıq millət var idi. Milli ideologiya uğrunda döyüşlər var idi. Erməni-müsəlman davası artıq reallaşmışdı. Belə bir müharibə olmuşdu. Deyir ki, keçmişdə Əkinçi qəzeti çıxanda o vaxtın şairlərindən yazıb təvəqqə eləmişdim ki, bülbülü və gülü tərif və bir-birini həzv etməkdən əl çəkib, elm təhsil etməyin məhvlərindən və biz müsəlmanlara olan zülümlərin barəsində şeirlər yazıb, onları bizim aşıqlara xoş sövq ilə, xoş səs ilə oxutmağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar. Onlardan bircə Seyid Əzim Şirvani elm təhsil etmək nəflərindən bir neçə şeir yazmışdır ki, Əkinçidə çap olunmuşdur. Amma, burada tənqidi burada deyil, amma qeyri şairlərimizdən heç bir cavab gəlmədi. O ki, qaldı bizlərə olan zülümlərdir, o barədə Məlik-ü-Şüara Seyid Əzim Şirvani də bir şey yazmadı. Yəni, Əkinçinin tələb elədiyi maarifçiliklə irfan dediyimiz maarifçilik bunlar fərqli şeylər. Zaten mən Seyid Əzim maarifçiliyinə danışıram. Onlar fərqli şeylərdir. Başa düşürəm. Yəni demək istəyirəm, Seyid Əzim maarifçiliyi başqa. Burada da nə göründü gənclərimiz? Mən niyə söhbətin əvvəlində dedim ki, Seyid Əzim Şirvanini biz həm maarifçi kimi tanıyırıq. Burada gənclərin oxuduğu şeirlərin hamısı Seyid Əzim Şirvaninin divan ədəbiyyatına aid şeirlər. Üslubundadır, bəli. Bəli. Mənim özüm də divan ədəbiyyatına aid şeir. Çünki orada tutturmuşdu. Onun Seyid Əzim Şirvani müasir məktəb üçün kitab yazmışdı. Ancaq o müasir məktəbin kitabı deyil. Və onu Çernyayevskiyə göndərir, Rus idarələrinə göndərir ki, bunu oxu kitabı kimi təsdiq eləsinlər. Çünki o Seyid Əzim Şirvaninin irfan fəlsəfəsindən, yəni o yeni məktəbin, yeni zəmanənin maarifçilik fəlsəfəsi bir-birinə uyğun deyil. Ən böyük ziddiyyət də budur. Bəli, tamamilə. Mən çox üzr istəyirəm, sənin sözünü kəsdim. Yox, xoşdur. Yəni mən Seyid Əzimin maarifçiliyindən həqiqi belə deyək də, oturmuş maarifçilikdən danışıram. Bir var ki, bir söz sonradan bir məna qazanır. Əslində elə deyil. Bir də var ki, bir söz elə əvvəldən bu cür olur və kökünə gedirik. Mən mərifətdən gəlməyindən danışdım ki, o mərifət şərq maarifçiliyidir. Seyid Əzim də onu istəyirdi. Bəli, yəni klassik ədəbiyyat şairlərimizin maarif baxışı budur. Məsələ ondan ibarətdir. Yəni məsələn Seyid Əzimin Ünsüzadə qardaşlarına tərifləri var. Cəlal Ünsüzadə, Səid Ünsüzadə ki, onlardan biri Cəlal Ünsüzadə həm də riyazi bir əsər yazır. Mərhum Nazım müəllim idi, onun haqqında bir
araşdırma aparmışıq. Bizim bu üzvlər də onu transliterasiya ediblər. Bu yaxınlarda çıxmalıdır Allahın izni ilə. Orada o deyir ki, biz nə qədər xülasəyi hesab, Şeyx Bəhainin xülasəyi hesab adında bir məşhur risaləsi var, riyaziyyat risaləsidir. Yəni ümumiyyətlə hesab elmi haqqında olan bir risalədir. Əsrlər boyu ondan dərs keçirdi və Cəlal Ünsüzadə Azərbaycan dilində bir hesab risaləsi qoyur ortaya. Seyid Əzim də bu işlərini təqdir edir. Yəni müasirliyi, üsul cədid məktəbini və başqa yerlərdə də nə qədər o Seyid Əzimin şeirlərində vapor kəlməsi, yəni dövrün işlək bir cihazının ki, adı qərb dillərindən gəlir, işləkdir. Yəni şeiriyyatında var və s. Rusca kəlmələr var. Qəzetdə təşviq edir. Bunlar öz yerində. Amma biz həqiqi maarifçilikdən ki, o Seyid Əzim maarifçiliyi deyirik onu. Siz dediyiniz kimi o sərhəd dairədir. Ondan danışsa o mərifətdəndir. O irfandandır ki, məsələn, Peyğəmbəri eşq nə əcəm nə ərəb əst Əbu Səid Əbülxeyr deyirdi bunu ki, yəni Peyğəmbəri eşqin nə əcəmdir nə ərəb. Söhbət burada eşqin özünü Peyğəmbərə təşviq edir. Başqa varlıqdan getmir. Yəni eşq əcəm və ərəb deyil. Ümumi birləşdirici bir şeydir. Yəni insanların bütün təbiyyətə, bütün öz cinslərindən, növlərindən olan olmayan varlıqlara məhəbbət ilə gedir. Bu barədə deyirəm ki, məarif, mərifətin cəmidir. Və Seyid Əzimin mən bir-iki maraqlı məqam var, onlara toxunmaq istəyirəm. Vaxtınızı çox almayayım, tədbirin də sonudur. Deməli, Seyid Əzim bir çox sənətkarlardan təsirlənib. Bunlardan biri, əlbəttə ki, Mövlana Muhammed Füzuli deyir, bütün divanı ondan təsirlənmədi, amma Seyid Əzim özüdür. Həm də öz xüsusi bir ab-ı havası var şeirlərində və Nabidən təsirlənmələri var. Mənim o dostum Məhəmməd Nuri bu ayda geniş araşdırma da aparıb. Qasım bəy Zakirdən bəzi təsirlənmələri var və bir də Nişat Şirvanidən təsirlənmələri var. Nişat Şirvani Qövsi ilə Seyid arasında zaman baxımından olan bir şairdir və mən ona əfsəhü şüəra deyərdim. Yəni Azərbaycan şairlərinin ən fəsahatlisi deyərdim. Nişat Şirvaninin deməli bir şeiri var. Onu da Salman Mümtaz mərhum tədqiq edib çatdırıb bizə də. O 25 şeiri qalıb. Adı, təvəllüdü heç bir şey məlum deyil. Deyir ki, ötən ay gəlmiş idim şəhrə, ey raci hilalasa, məni üryan lağər gözləgin el baxmadı əsla. Raci Şirvani olub bir şairimiz, Nişat ondan dost olub. Müəyyən ayrılıqlardan sonra ki, Nişatı da Şirvandan xaric ediblər və qayıdır Racinin yanına. Deyir ki, ötən ay gəlmiş idim şəhrə. Şəhər deyəndə Şamaxını nəzərdə tutur. Ey Raci, hilalasa, fikir versəz ay, şəhər və hilal sözləri ki, şəhər ərəb dilində ay deməkdir yenə də və birinci ay türk dilində zaman mənasında, yəni ötən ay, göydəki aydan söhbət getmir və sonunda da yenə hilal ki, bu da ayın yeni şəklidir də, o təzə aya deyirlər. Bunlar necə ustalıqla işlədir. Deyir, ötən ay gəlmiş idim şəhrə, ey raci, hilalasa, məni üryan, lağər, gözləgin el baxmadı əsla. O hilala fikir versəz, zahirən bir üryan və çox arıq bir forması var. Yəni, mən də deyir, o vəziyyətdə idim ki, o halda gəlib çıxmışdım ki, mən o cür görəndə el baxmadı. Baxmaq burada qeydinə qalmaq mənasındadır. Davam edir ki, zibəs ki, xanə viranəm, xəyalım dəxi virandır. Yığılmaz bir yerə fikrim ki, bir beyt eləyim inşa. Nişat deyir bunu ki, mənim ki, evim uçulub, dağılıb, yəni dərbədərəm. Xəyalım dəxi virandır. Yəni, evim yoxsa artıq bir xəyal da qura bilməm bir şeir yazmaq üçün. Yığılmaz bir yerə fikrim ki, bir beyt eləyim inşa. Yəni də beyt sözü həmin o evlə, yəni eyni mənada da ərəb dilində beyt evə deyirlər, həm də bir ölçü vahidində şeirdə iki misraya deyirlər. Evim ki, xanə virandır, viran olub, xəyalım da pərişandır. Ona görə fikrim bir yerə yığılmır ki, bir beyt eləyim inşa, yəni bir beyt, bir ev tikib, və yaxud bir beyt yazım inşa etmək, yəni qoşmaq, düzüb qoşmağa deyirlər. Sonra buyurur ki, danışsam hali mazidən, o bir şərh-i mütəvvəldir. Bir özgə nəhv ilə övqatımı sərf etmişəm bica. Seyid bu beyti çox sevib. Yəni, mən bunu özümdən demirəm. Çünki bu beytin təsiri ilə bir 5-6 bəlkə də təqribən yerdə bunu işlədib, təzmin edib. Nə deməkdir bu? Deyir, danışsam hali mazidən, o bir şərh-i mütəvvəldir. Əgər keçmiş, zahiri məna budur ki, əgər keçmiş halından danışsam, o uzun bir şərhdir.
bir özgə nəhvlə, yəni üsulla övqatımı sərf etmişəm bircə. Amma bununla kifayətlənməməliyik də bunun şərhində. Çünki hal, mazi, şərh-i mütəvvəl, nəhv və sərf istilahlardırlar. Bu istilahları bilməyən insan, yəni bunlar aça bilmir beytlərə, zahirində ilişir qalır. Hal indiki zamana deyirlər, mazi keçmiş zamana deyirlər. Aşağıda övqat sözü var ki, vaxtlar deməkdir, vaxtın cəmidir, yenə də zamanlara aiddir. Və bunlar hamısı harada öyrənilir? Sərf elmində öyrənilir. Sərf elmi nədir? Kəlmənin quruluşunu öyrənən elmdir. Bəs nəhv nədir burada? Nəhv kəlamın quruluşunu öyrənən elmdir. Şərh-i mütəvvəl nədir? Şərh-i mütəvvəl deməli Səkkaki adında alim olub, bəlağət alimidir. Onun bir Miftahul Ulum adında əsəri var. Çox məşhur əsərdir. Bəyan, məan, bədii bu, bəlağət və ritorika, bəlkə belə tərcümə etmək olar, bəlkə də yox. Ona aid olan bir əsərdir. Ona Xətib Qəzvini Təlxis adında bir şərh yazır. Və Xətibin təlxisinə Səadüddin Taftazani, o da məşhur dilçi, ərəbşünas alimdir, özü də ərəbdir. Bir deməli şərh-i mütəvvəl yazır, bir şərh-i müxtəsər yazır. Yəni bir uzun şərh yazır, bir qısa şərh yazır ki, bunlar ayrı-ayrılıqlı kitablardılar. Və indi bu Nişatın ustalığına, bilgi genişliyinə bax ki, bunları bir beytdə necə işlədir ki, deyir, danışsam hali mazidən, onda deyim ki, buna halü mazi belə də deyiblər. İndimdən, keçmişimdən danışsam. Bəzi nüsxələrdə belə gəlir. Əgər götürsək ki, izafətsiz yox, danışsam hal, yəni hal hazırda danışsam keçmiş halından, yəni də mazidən, bu da doğrudur. Əgər yenə izafətlə götürsək ki, danışsam hal-i mazidən, keçmiş halından, bu da doğrudur. Keçmiş halından danışsam, ki, buna eyham sənəti deyirlər də, bunların belə 2 mənalı, 3 mənalı işlənməyini şeiriyyatda eyham sənəti deyirlər. O bir şərh-i mütəvvəldir. O bir uzun şərhdir. Bir bu məna, uzadılmış bir şərh olar. Bir də o məna ki, o bir şərh-i mütəvvəl kitabı qədər uzun bir söhbətdir. O bir kitab qədər uzun söhbətdir. Bir özgə nəhv ilə, bir özgə yenə də o nəhv elmin sintaksinə müraciət elədi. Övqatımı sərf etmişəm, bu da morfologiyaya aiddir. Sərf etmək də keçirmək, dəyişmək, xərc etmək mənasındadır. Təsrif deyirlər ona. Və Nişat bunu başqa yerdə də işlədir ki, Kəbi hicran nə nəhvi ilə ki, sərf olmuşdur əhvalim, bəyan etsən, yenə də bəyan elmi gəldi bura. Təşbihdən, istarədən, kinayədən, məcazlar sistemindən danışan elmdir. Bəyan etsəm əgər yarə, olurmu bilməzəm hali. Yenə də hal gəldi, indiki zaman yuxarıdakı sərflə tənasüb yaratdı. Nişat da bilinir ki, bu beytlərdən bu istilahları işlətməyi çox sevirmiş. Onun 25 şeiri təqribən gəlib çatıb bizim dövrümüzə. Məsələ odur ki, Seyid Əzim bunu, bu misranı öz şeiriyyatına nə qədər təzmin edir. Bir yerdə deyir ki, yarə olam həmnəfəs, xoşdur mənə seyyida. Ömr ola bu nəhv ilə sərf Dəbistanidə. Yəni, əgər Dəbistanda, məktəbdə ki, orada sərf və nəhv öyrədirlər, yar ilə həmnəfəs olsam, onunla bir yerdə olsam, ömrüm bu yolla sərf olsa mənə xoşdur. Bir yerdə belə deyir. İkinci bir yerdə deyir ki, qəmi-də hanıvə ki, sərf oldu var yoxum, nəyin var idisə sənin azığın qəminə, yəni ona yetişmək qəmi ilə sərf oldu. Hər nə olsa əmr-ü zeyd ol mənim də hanımda. Burada nəhv sözünü işlətmir. Əmr-ü zeyd, məsələn, klassik ərəb kitablarında misalların ünvanı idi. Məsələn, Əmir Zeydi vurdu və yaxud o misal qoyurdularsa, feildən, isimdən, o Əmir Zeyd adlarını seçirdilər orada. Bir başqa yerdə deyir ki, dün olub özgə nəhv ilə ömr zamanı mazidə halıma indi hali ol, bil ki, nə halə düşmüşüm. Yenə də hal, nəhv bu məsələləri işlədir orada və Molla Hüseyin Əfəndi var, müfti. Seyid zamanının müftilərindəndir. Ona da bir şeir ünvanlayır, qəsidə. Yenə də onu gətirir ora ki, neçə illər onun əmriyinə sən övqat sərf etdin, bu nəhvi ilə vücudundan cahana incila gəldi. Yəni, sənin varlığından bu üsulla ki, ona xidmətlər eləmişsən, cahana bir parlayış gəldi, cilvələnmə gəldi. Danışsam hali mazidən, o bir şərh-i mütəvvəldir. Bəşarətlər sənə müstəqbələ, ey müqtəda gəldi. Sənin üçün, gələcək üçün bəşarətlər gəldi. Yenə də Şeyxülislam Molla Əhmədə, bu başqa bir xadimdir, ona deyir ki, eylədin...
Şeyin babasından söhbət gedirdi, Əli Hüseynzadənin. Şeyxülislam Molla Əhməd. O barədə dəqiq məlumatım yoxdur. O məktubların içindən də yəni deyir ki, eylədim əhli elmə xidmətlər, ta ki qıldım mütəvvəli, şərh mütəvvəl əsərindən danışır. Mütəvvəli əzbər. Məni incitdi cildi layəhsər. Layəhsər sən olar hüquq və fiqh deyirdilər də, bu elmə aid olan bir kitabın adıdır və başqa elmlərdə də bu adla kitablar yazılır. Müxtəsər zayi oldu. Yenə mütəvvəl demişdi, burada müxtəsər dedi. Orada uzadılmış bir şeydən danışır, burada qısaldılmış müxtəsərdən danışır. Müxtəsər zayi oldu nuru bəsər, özgə nəhv ilə sərf oldu zaman, olmadı əmr-i zeydidən saman. Burada misallar çoxdur. Yəni Seyid Əzmin Nişat vurğunluğu belə deyək. Məsələn, Azərbaycanda ədəbi məktəb düşünsək, mənim fikrimcə, əgər birinci Seyid İmadüddin Nəsimidirsə ki, onun Süruri, Cahanşah Həqiqi, Xətai və s. davamçılar o məktəbə daxildirlər, hürufilik elementləri və s. Hətta bəlkə mən Nəbatini də oraya daxil edərdim. İkinci mütləq surətdə Məhəmməd Füzulidir ki, özündən sonra bütün kim nə yazıbsa Füzulidən mütləq o bunlardan su içib. Üçüncü məktəb Nişat Şirvani deyərdim və təkcə mənim sözümdür. Bu Salman Mümtazın araşdırmaları onu göstərir ki, onun bir şeirinə nə qədər nəzirələr yazılıb və müxtəlif şeirlərinə nə qədər nəzirələr yazılıb. Bu baxımdan Seyid Əzmi Şirvani də təkcə Şirvani olduğuna görə yox, əlbəttə ki, Nişatı çox sevir və onun Təzkirətü Şərasından söhbət getdi. O Təzkirətü Şərada Seyid İmadüddin Nəsimidən dərhal sonra Nişatın şeirlərini verir. 3 tam şeirdir, bir də 2 belə beytlərdir. Seyid Əzim Şirvaninin Təzkirətü Şərasında. Yəni ümumiyyətlə Rus şairlərinin də hətta Puşkin'dən əsasən yəni fars dilli Azərbaycan şairləri, sonra türk dilli şairlərimiz, özü çoxlu əsasən türk dilli, sonra fars dilli. Bəli. Yox, yəni zaman etibarilə fars dillər o mənada deyirəm yəni. Belə əlbəttə türk dilli şairlərdən çox istifadə. Nabidən danışır orada. Dövlət Şərq Səmərqəndinin təzkirəsindən də məlumatlar gətirir və Seyidin o Rəbiül Ətfal, yəni uşaqların, tifil sözünün cəmidir, bəli, tifillər, yəni uşaq mənasındadır. Baharı deyilən o dərsliyi belə deyək. Onun özü də məsələn orada daxil edirlər bunu. Siçan və Pişik dastanı var da bilirsiniz. O Ubeyd Zaqaninin bəli, Qurbe-i Muşuna deyirlər ki, aiddə belə deyək. Oradan ilhamlanıb yazılır, təsiri var. Və yaxud Seyid Əzim Şirvaninin Şeyx Məhmud Şəbistəridən tərcüməsi var. Həsəd qismində, onun məzəmmətində ondan bir hekayət tərcümə edir. Yəni bunları nə üçün deyirəm, nə üçün danışıram? Seyid Əzim geniş bir mühitdir, geniş bir okeanın iki dildən desək və bu gün də 1190 illiyinə yığışmağımız mənə elə bilirəm ki, çox maraqlı alındı. Yenə də deyirəm, Bəzmi Səfa yaşadıq burada. Musiqili mən İmran Səbri Tarzan qardaşımıza da təşəkkür edirəm. O da Amin İctimai Birliyi üzvüdür və şair də eyni zamanda. Və aparıcı Aydan xanım Əhdi, o da şairdir. O da Amin İctimai Birliyinin üzvüdür, filologdular. Və bizim burada olan, olmayan çox üzvlərimiz var ki, inşallah onların gələn tədbirlərdə də çıxışlarını görəriz. Hamınıza təşəkkür edirəm. Çox sağ olun, var olun. Buyurun. Mən filologiya fakültəsinin rəhbərindən xahiş edirəm ki, vaxtaşırı məncədə klassik poeziyanın simvolikasından bağlı, klassik poeziyanın rəmzlər sistemindən bağlı sən gəlib bizə mühazirələr oxuyasan. Mən sizə xidmətinizdəyəm ki, çox sağ olun. Mübahisələrimizə baxmayın. Yox, bu xoşdur. Çox sağ olun. Sağ olun, var olun. Təşəkkür edirəm sizə. Buyurun, əlbəttə ki. Çox sağ olun, estağfurullah. Buyurun, xahiş edirəm. Burada bizim tələbələrə əyləşib çox üzr istəyirəm, vaxtınızı alıram. Düzgün anlaşılmaya bilər divan ədəbiyyatı, güldən, məhəbbətdən yazmaq. Ancaq biz dəfələrlə yəni bunu müzakirə eləmişik ki, o sevgi motivinin arxasında bəşəri problemləri qoyurdular. Yəni var İslam maarifçiliyi, var Nizaminin yaradıcılığında, Füzulinin yaradıcılığında
bəşəri problemlərin qoyulması, yəni hətta sevgidən yazanda belə Leyli və Məcnun əsərini yazıblar, ancaq orada böyük bir problem qoyulur, insanın mikroaləmi ilə makroaləmə qarşı dayanması. Yəni ona görə çox xahiş edirəm ki, bu ola bilər tələbələr tərəfindən birdən düzgün anlaşılmaz. Klassik ədəbiyyatımız bizim mənəvi sərvətimizdir, öyrənməliyik və əlbəttə ki, Seyid Əzim Şirvani özü də sələflərindən öyrənmişdi. Sabirə də mən Füzuliyanə şair deyəndə Mirzə Cəlil bunu nəzərdə tuturdu və sizin çıxışınıza bir də onu əlavə eləmək istəyərdim ki, həqiqətən mərifət məsələsi, hətta satiralarında nəyə görə Saqi, Mey, mən istəmədim çox vaxtınızı alım, çünki biz klassik ədəbiyyatı keçəndə Füzuli və başqaları Mey deyəndə vəhdət şərabı, mərifət şərabı nəzərdə tutulur və bunu da unutmaq olmaz ki, hər şeyin əsasında əlbəttə ki, bilgi durur, babamız Adəm də yaradılarkən Tanrı ona ilk olaraq bilgi vermişdi, elm durur, təhsil durur və ən əsası mərifət durur. Yəni burada əlbəttə ki, zahiri elm, batini elm məsələləri var ki, burada bir qədər mübahisə yaranır. Ancaq klassiklər, yəni Azərbaycan xalqının çox qədim mədəniyyəti var. Qafqaz xalqları içərisində ən qədim mədəniyyətə sahib olan bir xalqıq və bu mədəniyyət də həmişə insanlığa xidmət edibdir və klassikləri həmişə mühüm bəşəri ideyalar düşündürübdür. Təşəkkür edirəm, üzrlü bilin, mən sonda vaxtım